Belə deyib Tolik, bir bildiyi var ki deyib, hörmətlə yanaşıram, mən onu çox istəyirəm. Çünki mən evimi tikəndə, mənim qonşularla mülki problemim olanda mənim yanımda bir dənə Tolik var idi. Yəni üstündən illər də keçsə, Tolik demişəm də mənim şəklimi qoyub tu eləyib söysə də, mən deyərəm ki, bir bildiyi var, düz eləyir. Onun üçün də məni istəyən oğlan getsin, məni Tolikdən istəsin. Qutardı, bitdi, bacı qurban. Zorla bir daha kişi tapdı, bu da getdi, attıra qalsın. Evdə qaldı. Tolik mənə həqqi böyüklük edir. Toliki mənim üzərimdə haqqı çox böyükdür. Bunu həmişə demişəm. Ki, məni söysə də, nəsə də desə, mən o insana qarşı heç vaxtı reaksiya vermərəm. Heç vaxtı. Əvvəla böyük kiçik yeri var, mənim üzərimdə qardaş kimi haqqı var. Bugünkü gündə evim varsa, mənim başımın üstündə damım varsa, bu Tolikin sayəsindədir. Mən bunu həmişə demişəm. Onun üçün də mənim üçün Tolik deyəcək, otur, dur. Qutardı, getdi. Zaur, mən sənə demişdim ki, canlı yayında təhqiramiz ifadə işlətmək olmaz, bu olmaz. Mən özüm də söymək bilirəm, lazım olsa mən də söyə bilərəm. Görürsən ki, mən söymürəm. Sən nə olsun ki, sən söyürsən, olmaz. Sən mənim başımı aşağı elədin ən azından mənə dəyər verən insanların qarşısında. İndi məsələni necə qarma qarışıq eləmişsən, get eləcə də yoluna qoy. Nə deyim? Mən o insanı həyatda görməmişəm. Həyatda hələ qarşılaşmamışıq. Niyyətlənmişdim, amma görürəm ki, qarşılaşmayacaq. Çox sağ olun hədiyə görə. Mən yayını bağlayıb təzim açacağım. Yayınımda izləyici çoxdur. Mən istəmirəm yayınımda bu qədər izləyici olsun. Ya da yorumları bağlayım ki, izləyici azalsın. Çox sağ olun. Sevib sayan, yayınıma gələn, xoş niyyətlə gələn hər kəsi salamlayıram. Xoş gəlmişsiniz. Amma mən öyrəşməmişəm yayınımda bu qədər izləyici olsun. Tolik nə deyir? Düz deyir. Tolik mənim böyüyümdür. Bir bildiyi var ki, deyir. Bağlayın söhbət. Durun bir dənə kofe içimdən bir dənə. Gəl bir dənə kofe qoyaq çək. Zaratka 22%. Sağ ol. Sağ ol. Mən gəlirəm. Üzürlü san, yayını 2 dəqiqalıq tərk edirəm, gəlirəm. Bir dənə çaynikın altını yandırım. Yayın açıq duyar Fəriş, divarı çək. Qaldı moderatorlar səssizə atanda da baxın görün kimi atırsınız. Tarix Aliyev profili gəlib nəsə yazır, durub səssizə atırsınız. Mən görməsəydim, getmişdi. Səssizə atanda atdığınız profilin birinci ad soyadına baxın. Görün kimdir, sonra səssizə atın. Hər söz yazanı olmaz səssiz atmaq. Sizin o səssiz atmağınız sonra mənə problem yaradar. Madina, bax kuş buraxdın ha sən, bacı qurban. Səssiz atanda diqqət elə. Bir də görsəm ki, səssizə çox adam atırsan, səni mokdan çıxardacağım. Götür bölgü səssiz atırdı. Mən görməsəydim, gidəcək səssiz.
Her şey yaxşıdır uşaqlar. Çayımın altını yandırmışam. Bircə dəqiqə gəlirim. Yayın biraz düşsün diye özüm uzaklaştım kameradan. Biraz yayın aşağı düşsün diye özüm uzaklaştım kameradan. Çünkü kayıt gelir. Bilirəm ki kayıt gelir. Bir dənə kofe içək uşaqlar. Fəriş, dırnağı hacam sələ bilərik. Hə, başqa müştəri gəlir, tamam. Biz buranın ünvanı zadı bilirik, birdən bura gələr. Bizim sevme düşmürsən. Adresimi bilmir, öz evimi bilmir. Bura tort getirmişti, kızlara vermişti. Sidit ve слушать. Ah başım. Ne böyle oldu ki? Zar, buradasan, görürəm səni. Sən yox idin 3 il bundan qabaq. Mən evimi tikəndə mənim orada tək qadın olmağım mənə hər yerdə problem yaradıb onsuz da. Mənim evimi tikinməyində problem yaranmışdı. Qonşularla mülki söhbət idi. Yəni o problemdə Tolik mənim arxamda dayanmasaydı, bugün məni qardan, günəşdən qoruyan o tövlə, o ev, o dam olmayacaqdı. Yox, aydınlıq gətirəm, açıq vermirəm izləyicilərə. Çünki yayınıma yeni qoşulanlar var. Bu bilməyənlər də bilsin. Yəni Tolik mənə böyüklük, qardaşlıq deyim, qardaşlıqmı deyim, atalıq mı deyim, eləyib. Ona görə də mənim üçün Tolikin sözünün ağırlığı var. Vəssalam.
Hə. Sütlü kafede. Neyse, müşteri geldi, şimdi biraz yazın. Kimdi?